Azərbaycan ərazisində su kanallarından suvarılmada, həmçinin su anbarlarının deməli ehtiyaclarını ödəmək üçün istifadə olunur. Ən böyük su kanalımız Samur-Abşeron su kanalıdır ki, Samur çayından başlayaraq 182 km uzunluğunda Ceyranvatan su anbarına qədər tökülür. Oradan isə Xəzər dənizinə. Daha sonra ikinci uzunluğuna görə isə yuxarı Qarabağ kanalıdır ki, Mingəçevir su anbarından başlayır, Bəhramtəpə su anbarına tökülür və su sərfinə görə ən bol sulu hesab olunur. Ən çox ərazi suvaran isə yuxarı Şirvan kanalıdır ki, Şirvan düzünün suvarılmasında istifadə olunur. Daha sonra deməli Əzizbəyov kanalının adını qeyd edə bilərik. Bəhramtəpə su anbarından başlayır, deməli cənub istiqamətində Masallı rayonuna qədər davam edir. Daha sonra deməli Baş Mil və Baş Muğan su kanallarını, yəni ardıcıl olaraq qeyd edə bilərik. Bir də deməli kollektor drenajlar əsasən mərkəzi Aran ərazisində, yəni qurum sularının səviyyəsinin yüksək olduğu ərazilərdə deməli istifadə olunur ki, buna Baş Şirvan kollektorunu qeyd edə bilərik. Daha sonra Mil Muğan kollektoru və deməli Mil Qarabağ kanalının kollektorunun adını qeyd edə bilərik.